Üçüncü gündən hər kəsə salam. Şöyle kaynır. Yağış da yağır. Mən hər dəfə video çəkəndə bu telefon tutmalıdır da, yəni nəysə stoplamalıdır. Nəysə dostlar, saat 8:05 gedirəm işə. Gəlmişəm, ofisdə gözləyirəm. Hamı çıxdı, bir yerlərə dağılışdı. Mən də burada oturmuşam. TikTok kaydırıram. Bilmirəm, hərə bir yerə getdi. Dostlar, saat 11:36, avtobus gələnə kimi dedim video çəkim. Gedirəm abed eləməyə. Şöyle. Düşünürəm ki, abeddən sonra yorucu olur. Adam bir də yemək yer üstünə də işləmək yorucu olabiliyor. Aslında buradan, yəni evə düşə bilərəm. Bir də səhərdən 2 dənə avtobus, bu da 3-cü avtobus olacaqdı. 2 manatım getdi. Yəni bilmirəm, puluma qənaət eləyim, yoxsa vaxtıma qənaət eləyim. Qərar verdim ki, vaxtıma qənaət eləyim, gedim daha çox evdə oturum. Oranı çox xoşduram, həm çeşidi çoxdur, həm yekədir, həm istidir, həm səliqəlidir. Favori marketimdir də ora. Nəysə dostlar, saat 17:52, bugün biraz tez çıxdım. Hardasa 5'te falan çıxmışdım. Piyada düşdüm. Bir şey deyim sizə, mənim maksimum moldan istifadəm. Getdim qaynar su istədim və üstündə salınma çay var idi. İşte salınma çayı saldım qaynar suyun içinə. Bunu da götürmüşdüm ki, içərəm. Termosumdakı su suyumuş. Termosumdakı su soyumuşdu. Belə. Bugün yorulmadım açığı. Nəysə, 3-cü gün bu qədər. Gələn görüşlərə dək. Bye bye.